Bugün istifadə etdiyimiz kino qrimlərinin əsası əslində 100 il əvvəl səssiz kino dövründə qoyulub. O zaman aktyorlar danışa bilmirdi. Ona görə də onların üzləri danışırdı. Səssiz kino dövrü, silent film era, kinonun ən maraqlı mərhələlərindən biridir və qrim sənətinin inkişafında böyük rol oynayır. Səssiz kino dövrü 1895-1929-cu illəri əhatə edir. Filmlərdə sinxron səs yox idi. Aktyorlar danışsalar da onları tamaşaçı eşitmirdi. Dialoqlar ekranda yazı kartları vasitəsilə göstərilirdi. Bəs niyə qrim bu qədər vacib idi? O dövrün kameraları çox zəif idi. Üz cizgilərini tam göstərmirdi. İşıqlar çox sərt idi. Filmlər ağ-qara çəkilirdi. Buna görə də aktyorların gözləri, qaşları, üz konturları vurğulanırdı. Məqsəd mimikaların uzaqdan belə görünməsi üçün idi. Amma ağ-qara filmlərdə olunan qrimlər real həyatda başqa cür görünürdü. Yəni qrim güzgü üçün deyil, kamera üçün edilirdi. Ən məşhur obrazlar Charlie Chaplin, Buster Keaton, Tida Bora idi. Səssiz kino qrimindən müasir qrimə keçid 1927-ci ildə The Jazz Singer filmi ilə baş tutdu. Bu həm də ilk səsli kino idi. Aktyorlar yalnız mimikaları ilə deyil, səsləri ilə də emosiyalarını çatdırırdılar. Bu səbəbdən qrim daha da təbii olmağa başladı.